Bizdə onu belə deyim ki, beyin qərar verəndə daha çox emosiyaya köklənir, yoxsa məntiqdən cavab verir bizim, belə deyək. Hər ikisi baş verir, amma birinci o duyğu məsələləri orada effektiv rol oynayır. Məsələn, marketinq və neyromarketinqin fərqləri burada ortaya çıxır. Marketinq strategiya, düşüncə ilə bağlıdır. Neyromarketinq daha çox şuuraltı dediyimiz, insanın bilinməyən hansı ki qeyri-adi bir hərəkətlər ortaya çıxır və deyirsən ki, mən bu qərarı necə verdim? Bir növ marketinq insanın bir şeyi nəyə etdiyini öyrənir, neyromarketinq niyə etdiyini. Aydın məsələn. Mən birbaşa belə bir suala keçmək istəyirəm, amma o sualı özümü nümunə çəkərək demək istəyirəm. Təxminən bir 10 il bundan qabaq, 10 ildən çox olar, 12-13 il bundan qabaq böyük bir şirkətdə çalışırdım. O şirkətdən aralanmışdım. O şirkətdə belə deyək, birbaşa %100 səhv günah özümdə idi. Təxmini pandemiya dövründə də 2021-ci ilin sentyabr, oktyabr aylarında idi. Bir tikinti şirkətində işlə bağlı müraciət etmişdim və müsbət qəbul etmişdilər. Mənlə bərabər bir xanım, gənc memar da dəvət edilmişdilər. Bizə belə bir qayda qoydular. Siz yanılmırsam içində 150-dən çox, 150-yə yaxın iş söhbətlərində də iştirak etmisiniz. Deməli, bizə belə bir qayda dedilər. Bir təxmini 50 nəfərin içindən çəkilmişdik. Belə bir şərt dedilər ki, 2 ayın sonunda ikinizdən biri qalacaqsınız. Götürəcəyik. Dedim, əla. Hər şey öz qaydasında idi. Artıq bu söhbət də yadından çıxmışdı. 2 ayın sonunda idi təxmini. Deməli, noyabrın 30-u axşam saat 6-dır. 6-ya qalır 15-20 dəqiqə təxmini. Kar məni çağırdı. Dedi, bəs sizi xanım qalır. Sizi bəs sağollaşmaq məcburiyyətindəyik. Mən təbii ki, əsəbləşdim ki, yəni bunu niyə indi deyirsiniz? Yəni artıq mənim işim öz qaydasında, işdə seçilirəm, hər şey öz qaydasında. Sonra orada belə bir nüans anidən beynimdə yarandı ki, deməli kollektivdə təxmini bir 10 nəfərik. 10 nəfərdən 9-u, 8-i xanımdır. Bir nəfər art direktor oğlandı, bir dəfə mənəm. Dedim, artıq bu belə oldu da. Yəni belə bir səhvlərdə, belə bir nüanslarda mən təbii razıyam. İşçilərdə də səhv var, işçilərdə də günah var, hamısına aid olmasa da. Niyə şirkət rəhbərləri də özlərində günah görmür? Hə, maraqlı sualdır. Deməli, bizim şirkətdə bir 20-dən çox əməkdaş çalışırdı. Bu il, daha doğrusu 2025-də ixtisarlar oldu. Və bütün ixtisarların hamısında günahkar mən özümü görürəm, əməkdaş yox. Niyə? Burada situasiya nədən baş verir? Mənə görə insan özünü təkmilləşdirəndə və şirkət rəhbəridirsə, baş verən proseslərdə o qərar verirsə, demək ki, onda problem. Baş verən hər hansı bir narahatlıq varsa, o qərarı düz verməyib deyə bu narahatlıq yaranıb. Çünki mexanizmləri, o baş verən prosesləri dəyişdirmək olur, amma o əsas qərar verən sistem var. O sistemi rəhbər özü müəyyənləşdirir. O sistem özü öncədən səhv qərar verirsə, o mexanizmin içərisində qərarlar belə səhv olaraq fırlanacaq. Məsələn, deyək ki, mən 5 əməkdaş götürürəm, götürdüyüm 5 əməkdaşın 4-ündə səhv qərar vermişəm, amma inanıram ki, bu düzdür. 1 ay keçir, 2 ay keçir, 3 ay görürsən ki, bu əməkdaş effektiv nəticə vermir. Sən başlayırsan əməkdaşı günahlandırmağa ki, sən burada bunu elədin, bunu elədin, bunu elədin və özünə təskinlik verirsən ki, mən yaxşı müdürəm, əməkdaşı işdən azad edirəm. Bu belə işləmir. Qərarı verən axı sən idin. Başda qərar verməliydin ki, mən 3-4 ayda bu əməkdaşlara hansı işi yükləyəcəm və yüklədiyim iş onların potensialına uyğundurmu, yoxsa yox? Sən ümumiyyətlə niyə onları işə götürmüsən və s. Bu detallar özünə öncədən sual verilir və bu prosesin içərisində sən bunu görməlisən ki, əgər alınmırsa, deməli səndədir səhv. Əgər düzəldilməli məqam varsa, düzəldirsən, düzəldilməli məqam yoxsa işdən azad edə bilirsən, təbii ki. Bəli. Bu situasiyada mexanizm istədiyin kimi inkişaf eləyə bilir. Əksi baş verəndə insanları rahatlıqla günahlandırıb sən beləsən, sən eləsən demək olur, amma ki, işin 90% həmişə rəhbərdə olur. Hə, əməkdaş əgər işi görmürsə, sui-istifadə halları baş verirsə və digər şeylər, bu artıq qarşı tərəfin vicdanından asılıdır.
Ki təbii ki, əməkdaş da heç vaxt mən sui-istifadə eləyirəm deməyəcək. Deyəcək mən işimi görürdüm. Rəhbər də deməyəcək və ortada bir işləməyən mexanizm var. Və bu ikisinin arasında o ziddiyyəti bir şəkildə idarə etmək yenə də insanın, rəhbərin özündən asılıdır deyə düşünürəm. Bunu belə deyək, biz necə elə bilərik? Yəni sizin bu kitabınızda da var idi, bir məqam başlığı var idi. Ziddiyyətlər bir-birinə toqquşanda həqiqətlər doğur. Yəni həqiqət mənə görə fərqli ola bilər, sizə görə fərqli ola bilər. Yəni bu həqiqəti necə araşdıraq, biz necə edə bilərik? İş mühitindən deyirik də, düzdürmü? İş mühitindədirsə, burada həqiqət subyektiv, rəhbərin özü üçün müəyyənləşdirdiyi, burada iş belə getməlidir. Subyektiv həqiqəti var, əməkdaşın xarakteri var. Yəni onun o psixoloji daxili səviyyəsi var və gördüyü iş var. Yəni onun texniki və praktik bacarıqları var. Bu üçünün balansını tuta bilmə o həqiqətin doğru şəkildə işlədiyini göstərir. Nümunə olaraq deyirəm. Şirkət daxilində idarə etmənin dost yönümlü olmasına daha çox meylliyəm. Yəni dostluq, yoldaşlıq eləyirik, hər şey əla gedir və qarşı tərəf məsuliyyətini hiss eləyərək bu dostluğu davam elətdirir. Amma bizim cəmiyyətin böyük əksəriyyəti dostluqdan daha çox amiranə idarə etmə üsulunu öyrəşir. Yəni elə. Eləyə bilərsən yox, elə. Biraz hərbi rejimi ilə o demokratik rejimin qarşılığını öyrəşmişik. Sən elə deyəndə elə bil daha yaxşı işlənmiş olur. Amma biz dostuq, yaxşı getməlidir bu işlər, sən məsuliyyətlisən. İnsana rahatlıq və özgüvənini artıracaq şeylər verəndə insan bir yerdən sonra sui-istifadə eləməyə başlayır. Çünki bu zamanla bu cəmiyyətin də ümumi bir problemi olub. Daxı bizdə heç vaxt sıfırdan biznes qurub, müəyyən bir nöqtəyə çatıb, komanda böyüdüb, Amerikada, digər Avropa ölkələrindəki kimi sahibkarlar çıxıb danışırlar, biz belə elədik və belə bir uğurlu olduq. Belə bir nümunə olmayıb axı. Alver daha çox pul gətirir, əmir, məsəl üçün filan kəs müəllim, filan kəs bəy və s. pulu çoxdur, ürəyi istədiyi kimi idarə edib və insan da avtomatik olaraq bunu öyrəşir ki, işimi görüb maaşımı alıram da, o dostluq mühiti formalaşmır. Məsələn, görürsünüz hamısı zəncirvari formada bir-birinə necə əlaqəli baş verir. Amma istənilən halda mütləq həqiqəti yoxdur. Həqiqət orada qurulan sistemlə qarşı tərəfin sahib olduğu bacarıqlardır. Mən yenə də öz belə deyək, həyatımdan nümunə olaraq gətirib, başıma gələnlərdən nümunə olaraq gətirib sual verəcəm. Bizdə düzələ çox şey belə deyək, inkişaf eləməyib. Adi məsələn belə deyək, sualıma keçməzdən qabaq bir fikrimi bildirim. Bizim Birləşmiş Ərəb Əmirliklərinin ehtiyatı qızıldan ibarət olub. Yəni əksər hissəsi onlarda yəni səhralıqdır. Dubay məsələn belə deyək, neftdən gələn gəlirlə Azərbaycanın neftdən gələn gəlir arasında təxminən 90-ların əvvəli Dubay neftdən gəlir götürür. Biz 2000-lərin əvvəlində Allah rəhmət eləsin Heydər Əliyevin o əsl müqaviləsi 94-də imzalandı. Yəni belə deyək, 10 il fərqimiz oldu da aramızda. Amma onların inkişafına bax götürsək, açıq iqtisadi zonadır. Azərbaycan inkişafına baxsaq, Azərbaycanda ancaq Spişka Karovkasına oxşan binalar qalxıb. Halbuki o pulla çox şey edə bilərdik də, yəni çox inkişaf qala gələ bilərdik. Azərbaycan ancaq tikinti sektoru daha çox inkişaf edib. Burada sual adiyyəti var. Burası əsaslandırarsa, amma ikinci sualım, əsas sualım nədən ibarətdir? Deməli, təxmini bir neçə il bundan qabaq, 3-4 il bundan qabaq bir şirkətə məni çağırmışlar işlə alaqada. Baxma ki, hansı başqa yerdə işləyirdim. Müsahibəyə getdim. Mənə dedilər ki, sənin CV-ndə bir neçə dənə iş şirkəti var. Yəni bir neçə yerdə 7 ya 8 iş yer var idi. Yəni bu bayaq verdiyim suala da adiyyəti var hardasa. Mənə sual verirlər ki, niyə çox iş yer dəyişmirsən? Mən istədim sadəcə suala cavab verim sualla ki, yəni bu etik deyil. Niyə belə etik olmayan sual verirsiniz? Yəni bayaq dediyim kimi, yəni günahı niyə özünüzdə görmürsünüz? Başa düşürəm şirkət rəhbəri yaxşı hazır işçi axtarır. Peşəkar işçi axtarır, amma niyə görə siz peşəkar olmayan bir işçini götürməlisiniz ki, bunu biraz xəmirini yoğurub yenidən bazara çıxardasınız? Yəni bu inkişaflar niyə yoxdur bizdə? Məsələn, biz Hong Konga baxaq, çox böyük inkişaf mərhələsi var, Dubanın özünün böyük inkişaf mərhələsi var. Axı biz potensialımız böyükdür. İstər turizmdə, istər iqtisadiyyatda. Belə bizim qarşımızda duran böyük qüvvə yoxdur Qafqazın özündə. Amma bizim nə böyük idmanda, komanda idmanda inkişafımız var, nə HR-da inkişafımız var. Hara baxın inkişafımız o qədər də belə puxtələşmir də. Yəni çox problemlər var. Və bizim problemimiz birinci işə götürəndən başlayır.
və işə götürəndən də başlamışdan bu şirkət rəhbəridir, belə deyək də. Bu quruculuq problemi necə həll olunmalıdır ki, sonrakı problemlər siz demişkən o zəncirvari bir zəncir qırılmasın. Mənim bütün iş biznes strategiyam BNX marketinq agentliyində Qarabağın strategiyası kimidir futbol klubunun. Sıfırdan pillə-pillə arta gedirlər, müəyyən nəticələr əldə edirlər, sonra bu proses davam edir. Baxmayaraq ki, məğlubiyyətlər, uğursuzluqlar olur, amma Çempionlar Liqasında oynayır da komanda və bu heyətlə və bu o sistemli inkişaf məsələsi. Birinci detal bu mənim strategiyamdır. Heç vaxt hazır, tam professional biri ilə çalışmıram. Orta və özünü təkmilləşdirməyə fokuslanan biri ilə çalışmağı daha çox xoşlayıram. Niyə? Çünki özünü təsdiq eləməyə çalışacaq və inkişaf eləmək istəyir. Siz Ronaldonu milyardlar ödəyib gətirirsiniz Qarabağa. Ronaldonun Qarabağda özünü təsdiq eləməsinə ehtiyacı yoxdur. Amma Kadinin və digər oyunçuların təsdiq eləməsinə ehtiyacı var. Görürsüz, Türkiyə klubları o təcrübəni yoxlayırdı. Həmişə ən bahalı oyunçuları gətirirdilər, müəyyən müddət oynayırdılar Türkiyə sferasında, amma Avropada heç nə eləyə bilmirlər. Burada da eyni detaldır. O çox hesab olunan insanın egosu, ondan işləmə prinsipi, sən eləyəcəyi diktə və s. orada işləməyəcək artıq. O sistemin içərisində işləmir. Amma sən təkmilləşdirmə sistemi quranda komandada olan üzv daha yaxşı işləməyə çalışacaq. Birinci detal bu. Təkmilləşdirmə prosesi. Cəmiyyət olaraq biz, Azərbaycanlılar, bir-birimizi təkmilləşdirməkdən daha çox günahlandırmaq və ayağından dartmağa meyilliyik. İstənilən situasiyada. Qohum-əqraba münasibətindən tutmuş iş prosesinə qədər. Hamı bir-birini vurmaq psixologiyasında olduğuna görə, hamı dediyimdə burada böyük əksəriyyət nəzərdə tutulur. O təkmilləşdirmə prosesi inkişaf eləmir. Və misal üçün, məktəbdə oxuyur insan, amma 11 il oxuduqdan sonra hazırlığa gedir ki, instituta qəbul olsun. Universitetdə oxuyur, universitetdə oxuduğu dönəmdə yenə də hazırlığa gedir ki, bilikli olsun, çünki universitet dərsləri ilə inkişaf eləmir. O 4 il bir növ boş-boşuna gedir. İşə qəbul olmalıdır, o da gedib hardasa sertifikatlar toplayır ki, təcrübə formalaşdırsın. Yəni, insan zamanla gözləyir ki, mən özümü harada inkişaf elətdirəcəm, hansı mövqeyə gələcəm və burada ən böyük sual, qısa zamanda istədiyim nəticəni əldə eləyim məsələsi var. Bax, o rəhbərin və əməkdaşın qısa zamanda istədiyim nəticəni əldə eləyim fikri, ki, bu illüziyadır, bu tipli problemlərə gətirir, çıxarır. Yəni, insan artıq uzun müddət əldə edə biləcəyi bir şeyi qısa zamana sığışdırmağa çalışır və nəticə itibarilə onda o effekti vermir və xaos yaranır, qatma qarışıq hər şey dəyir bir-birinə. Bu ikinci məsələ. Üçüncü məsələ gəlir, məsələnin iqtisadi, siyasi, biznes sistemləri. Məncə, o biznesə başladığım illərdir deyə daha yaxşı görə bilirəm. Müharibədən sonraki dönəmdə baş verən proseslərdə mən rahatlıqla özümü inkişaf elətdirə bilirəm və o çox problemlərlə rastlaşmıram. Məsələn, deyək ki, iqtisadi problem götürsək, iqtisadi yox, vergi problemi götürsək, bütün sahibkarlar həmişə verginin çoxluğundan narazı olurlar da, az da olsa deyəcək çoxdur. Amma mən bunu həmişə balansda saxlamağa çalışıram ki, mən bu işi qururam və bu işlə böyüməliyəm. Dövlət tenderlərinə, özəl tenderlərdə iştirak edirik və heç kim bizə bir qəpik pul gətirin, verin, sizi seçək demir. Niyə rahatlıqla danışıram? Çünki başıma belə bir hadisə gəlməyib. Çünki mənə də çox deyirdilər ki, belə olacaq, elə olacaq, izləyicilərin çoxdur, sənə problem yaranacaq, belə bir şey yoxdur. Yəni, mən sərbəst şəkildə inkişaf eləyə bilirəm. Ona görə rahatlıqla bunu deyə bilirəm. Problemlər varmı? Var. O proseslər necə düzələcək və s. Mən danışdığım öz sahəmə aid biznes təcrübəsidir. Hansı ki, işin böyük tərəfi ölkə səviyyəsində necə həll olunacaq? Artıq bunun üçün bu ixtisaslı adamlar daha yaxşı bunu bilərlər. Dövlət idarə etməsi və s. şeydə ki, bu sistemi necə düzəldə bilərlər, necə qura bilərlər bu məsələni. Belə. Biz Qarabağ klubuna toxundunuz. Biz ani olaraq həyatına bir hadisə düşdü. Ajax'ın son oyunundan sonra Nəriman Axundzadənin transfer məsələsi qiyməti bilməm nə qədər doğrudur, sadəcə sosial şəbəkələrdə gözümə dəydi. Dedilər, yazılmışdı ki, bir xəbər portalında Nəriman Axundzadənin transfer qiyməti 2,5 milyon avrodur. Bir nəfər də şərh yazmışdı ki, o Nəriman Axundzadənin dəyəri deyil, sadəcə pulun dəyəri düşüb. Bizdə pulun dəyəri biz nə vaxt dəyər verməyə bacaracağıq? Yəni bizimdir. Nəriman yaxşısı ilə pisi ilə bizimdir. Nəriman Axundzadə olmasın, tam başqa sferada olsun, hansı bir aktyor olsun.
Biz niyə dəyər verməli bacarmırıq? Ofisdə, otağımda lövhədə yazmışam ki, o yazı hələ də qalır. Pul alətdir, məqsəd azad olmaqdır. Azadlıq həyatda maddi və mənəvi yerini biləcək qədər özünü tanımaqdır. Puldan öncə bir dənə detal var. Mən kiməm və mən biliyimin qiyməti nə qədərdir? İstənilən adamlar soruşsa çox pul qazanmaq istəyir. Çox pul qazana bilməyəndə belə bir sual ortaya çıxır ki, pul əl çirkidir. Hə, belə bir inanc var. Sonra belə bir məsələ də var. Çox pul qara işlərdə olur. Zəhmətdən çox pul qazana bilməsən. Bunlar insanların pul və ümumiyyətlə cəmiyyətdə müəyyən anlayışlarla bağlı yaratdığı illüziyalardır. Hansı düzdür, hansı səhv subyektivdir də. Çünki mütləq həqiqəti yoxdur axı. Amma məsələ nədir? Pul bir mübadilə vasitəsidir. Məsələn, mənim üçün biliyimi sataraq onun qarşılığında pul əldə edirəm. Amma mənim bu biliyim neçədir? Mən bunu özümə sual verirəm, yoxsa yox? Tutaq ki, mən oturub özümlə söhbət edirəm ki, niyə mənim bu danışdığım şeyləri və yaxud marketinqdən olan tapdığım həlləri müştəri pul ödəsin, onu məndən alsın? Bunun səbəbi nədir? Mən həmən o sorğulamaya keçmirəm. Tutaq ki, xaricdə belə eləsəydim daha çox pul qazanardım və yaxud mənə daha çox qiymət verərdilər. Mən belə olsaydım, belə olardım bəhanələrini eləmirəm. Faktiki olaraq, real olaraq mənim qiymətim neçədir, biliyimin qiyməti neçədir məsələsi. Azərbaycanda pula qarşı münasibət biraz romantik yanaşmadır deyə. Daha çox belə ədəbi, romantik və s. Ona görə bu tipli bəhanə edici cümlələr və digər şeylər ortaya çıxa bilir. Digər dəyər məsələsində isə, dəyər nəyə deyirik? Yüklədiyimiz mənalar toplusudur. Kitabda da yazmışam bunu hər yerdə deyirəm də. Qız uşağı doğulanda ailədə şirin olur. Qadın şeytandır, kişini yoldan çıxarır. Ana müqəddəsdir, cənnət anaların ayaqları altındadır. Qaynana ifritədir. Ortada mərkəzdə qadındır. Yüklənən mənalar fərqlidir. Yəni sən anaya fərqli məna yükləyəcəksən, qadına fərqli məna. Bunlar bu arada marketinqdə və digər detallarda da istifadə olunur. Hər şey. Neuromarketinqdə də xüsusilə istifadə olunur. Bax, o nə dediyimiz yox, necə dediyimiz məsələsi var. İnsana nə dediyin yox, onu necə hiss etdirdiyin məsələsi önəmli olur həmişə. Amma o insanın o hiss eləməsi var ha, o nə dərəcədə dəyərlidir, doğrudur, düzdür? Bax, sual buradadır. Nümunə olaraq deyirəm. Deyək ki, qarşımda 1000 nəfər oturub. Mən deyə bilərəm ki, indiki qızlar pozulub yoldan çıxıblar, adamı yoldan çıxarırlar. Yaxşılarından iraq bəzilərinə aiddir. O danışdığım yerdə 1000 dənə elə qız olsa belə, heç kim orada özünü götürməyəcək. Çünki ortadakı o bəzi ifadəsi var. Yaxşılardan iraq ifadəsi var. Çünki kütlənin yüklədiyi məna nədir? Mən düzəm, amma bəziləri var, yaxşıları var ki, onlar xüsusidir. Amma kimdir, heç kim bilmir. Yəni, belə bir şeydir də. Sən ağzına gələn, istənilən şeyi danış, amma bəzi sözünü oraya əlavə elə, vəssalam. Sən istədiyin şeyi deyəcəksən. Çünki insan mütləq məna yükləməyib deyə özünə. O elə bilir ki, nəsə yaxşı bir söz demiş oldu. Niyə günahı özümüzdə? Niyə günahı özümüzdə görmək istəmirik? O məsələyə gəlirəm. O günahı özündə, mən günahkaram, mən zəifəm mənasında deyil bu. Günahı özündə görmə. Mən ümumiyyətlə nə düşünürəm? Sosial mediada olan mövzular, nümunə olaraq deyirəm, video paylaşılır. Bir oğlandır, videonun üzərinə yazılıb ki, dünən kim olduğunu başa düşən bugün məndən iPhone 17 istəyir. Rəylər vardı orada çoxlu. Videoda milyon baxıb da təbii ki. Bir nəfər rəy yazıb ki, nə iPhone istəmirəm, zəhmətimlə qadındır. Zəhmətimlə işləyib özümə Samsung almışam. Filan 19.000 like var idi rəydə. Özünü sübut məsələsidir də. O 19.000 adam özünü orada görür və onu bəyənir. Bu alqoritmə, marketinqə, neuromarketinqə görə yaxşı bir şeydir də. Çünki alqoritm işləyir. Amma mənəvi tərəfinə baxanda, yəni insan ora məndə Samsungdur, mən beləyəm niyə yazsın ki? Niyə bu ehtiyacı duysun? Niyə ora vaxt sərf eləsin? Çünki o özünü ora yazanda orada sübut eləmiş kimi, orada dəyər görmüş kimi, orada mənalı hiss eləyir özünü. Özünü ora aid elədiyinə görə o aidlik duyğusu onda o dəyəri formalaşdırmış olur. Və nəticə etibarilə insan özünü və digərləri tərəfindən idarə etdiyini düşünür. Amma heç vaxt onun fərqində olmur. İşlədiyim bir iş yerində də elə bir hadisə baş vermişdi. Art direktor işçiyə qayıt bilmişdi ki, onda iPhone 15 idi. O vaxtı təzə çıxmışdı. Bahalı həyat yaşayırsan, gülə-gülə, zarafatsan.
O xanım da birdən isterika yaşadı ki, mən bunu əziyyətlə almışam, zat falan başmıkan, az qala ağlasın. Mən də dedim ki, mən də yerdən tapmışam telefonumu, problem deyil, yəni narahat olma. Bir 15-20 dəqiqə özünə gətirməyə çalışmışdı. Və dəyər həqiqətən bizə dəyər yoxdur, amma yenə də özümə qayıdıb özümdən belə bir sual verməyi yəni istəyirəm. Və məsələn mən 15 illik interyer dizayner olaraq stajımın son 3 ilini ən çox 3D vizualizasiya üzərində çalışıram. Bu bir növ izləyicilər arasında olan başqa sahəçisin. Virtual rəssamlıqdır da, belə deyək. Müştərilərlə işləyəndə, məsələn, müştəridir. Bahalı bir binadan, Port Bakudan mənzil alıblar, 2 nəfərdir. O evdə kifayət qədər dəyişikliklər edildi. Halbuki o paketə daxil deyildi də. Yəni mən onu orada qeyd etmişdim ki, yəni 3 dəfədən artıq 4-cüdə ödəniş başlayır. Kifayət qədər dəyişikliklərdən sonra artıq mən bezdim. Mədəni formada da desəm də yenə xeyir olmadı. Və onlardan aldığım 3500 manat artıq qiymətinin özü idi. 1500 manat da beh olaraq almışdım əvvəlcədən. Bunu 700 manatından artıq xərcləmişdim belə deyək. 700 manatın 1500 manatı düzəltdim, özlərinə qaytardım. O belə bir problem yaşamışam. Belə bir problemin yaşamamaq üçün mən öz məhsulumu müştəri necə satmalıyam? Mən məsələn belə bir problemlə yaşayıram. Necə satmalıyam? Çox sağ olun. Müştərinin seçiliyi yoxsa eyni problemi biz də yaşayırıq. Yaşamışam, məndə də dəfələrlə olub bu hal. Baxın, bir yerdə çalışmaq üçün oranın bir mühiti olmalıdır, psixologiyası. Məsəl üçün, hal-hazırda podkast sizin yaratdığınız mühit və sistemə uyğun hərəkət edir. Mən bura uyğunlaşmağa çalışıram. Azərbaycanda xidmət sektorunda insanların böyük əksəriyyətinin uyğunlaşması olmayıb. Heç vaxt. Biz xidmət alış-verişinə çox da öyrəşən adam deyilik. Bizdə xam maldır da. Getdim, gətirdim, aldım, satdım, üstündə pul qazandım, sadə formada. İşin psixologiyası, hörməti, dəyəri, mənası, mən nə istəyirdim, mənə nə verdilər məsələsi. Bu biraz təkmilləşməli olan məqamlardır. Ki buna da illər lazımdır hələ ki. Yəni heç bir xidmət təcrübəsi olmayan adam əlində milyonlarla pulu olsun, başlayacaq o birisini əzməyə. Heç bir pulu olmayıb, amma xidmət göstərən insan əzilməyə başlayacaq. Çünki bilməyəcək o nə etsin. O burada ziddiyyət yaşanmış olacaq. Birinci detal bunun hüquqi tərəfidir ki, bu müqavilə və digər detallarla tənzimlənməlidir ki, müqavilə var və s. Amma işin psixologiya tərəfində detallar konkret şəkildə müəyyən olunmalıdır ki, mən sənə nə satıram, qarşılığında hansı proses baş verəcək və əgər bunlar olmasa, bu öhdəliklər yerinə yetirilməsə nə ola bilər? Eyni detal bizdə də baş vermişdi. Reklam üçün ödəniş eləyib 700 manat. Bizim 2 reklam menecerimiz reklam bazasını qurmalıdır, analizlər aparmalıdır və sosial media üzərindən reklamlara çıxmalıdır. Müştəri ödənişini eləyib. Deməli, müqavilə bağlamışıq, hər şey hazırdır. Bizə ödəniş eləyən insan bizdən gəlir ki, pulumuzu qaytarın. Bu belə də deyir. Niyə pulumuzu qaytaraq? Deyir, 4 gündür reklam verilmiş. Proses nədir? Meta reklamlarına daxil olur bizim əməkdaşlar ki, ikisi də çox professionaldır. Daxil olurlar ora. Orada nə baş verir? Həmin bizə müraciət edən adamın əvvəlki sosial media marketinq mütəxəssisi onları alladıb. Öz mailini yazıb ora. Bizim komanda ora daxil olmaq istəyəndə həmin adama mail gedir. O da oradan bunu rədd eləyir. Rədd elədiyinə görə biz sistemə meta hesabına daxil ola bilmirik. Facebooka yazmışıq uşaqlarla, iş gedir. Bunların özündə deyirik ki, gəlin ofisə, oturun kompüterin yanında eləyək və s. Heç birisi olmuyor. Mən bunlara deyirəm ki, 4 gün ərzində bizim gördüyümüz iş hesaba alınmır. Deyir ki, yox. Deyirəm, niyə? Deyir, sizə pulu reklam verməyiniz üçün ödəmişik. Cümləyə bax, reklam verməyiniz üçün ödəmişik və bunu da həyasızcasına deyirlər bizə. Deyirəm ki, zəhmət olmasa gəlin, baxın filan detalları var. Siz pulu buna görə ödəmisiniz və biz bunu öncədən danışmışıq. Və yenə ödənişin yarısı qaytarıldı, yarısı qaldı bizdə. Yəni gördüyümüz işi üçün ödəniş qaldı bizə, qalanını geri qaytardıq. Bax bu detallar, bu danışdığımız şeylər nə qədər də eləsək həmişə başımıza gələcək ki, buna stabil bir mühit lazımdır. O bir yer haqqında yüklədiyimiz məna var ya, iPhone məsələsi, bəli. Samsung və yaxud Xiaomi telefonları. Üçünün arasında da adını çəkən kimi fərqli adlar qoyuruq da.
belə bir şey. İsveçrə deyəndə fərqli bir şey düşünürük. Mərakeş deyəndə fərqli, Dubay deyəndə fərqli. Yüklənən məna məsələsidir. Bizdə hələ ki belədir və bu nə qədər tənzimləsək belə heç vaxt həll olunmayacaq bir şeydir. Hələ ki. Hələ ki, amma ümid edirəm yaxın bu çox uzun çəkməz. Orta və orta biznes mühiti böyüdükcə, təkmilləşdikcə və insanlar öz bilik və bacarığına uyğun sistem qurduqca bu hallar yavaş-yavaş aradan qalxacaq. Bu qiymət məsələsinin üçün istənilən bir satış sahəsində, yəni bu müştəri bahadır deyəndə nəyi demək istəyir? Yəni qiymət mən məsələn öz məhsulumu satanda məsələn bir paketin bir kvadratı deyirəm məsələn 30 manatdan. Elə məsələn dizayner memar var ki 5 manatdan işləyir. Təbii ki indi biz onlara razılaşmırıq ucuzadırıq. Müştəri bahadır deyəndə, yəni o məhsulun bahalığı və ucuzluğu nə ilə belə deyək, kriteriyası ölçülür. Burada işə keçir neuromarketinq. Məsələn mən buna yaxşı bir cümlə tapmışam ki, bu cümlə də yalan cümlə deyil. Bir də neuromarketinqdə məsələ bilirsiniz nədir? İnsanların beynində nə baş verdiyini ehtimal edirsən və ona uyğun cavablar hazırlamış olursan. Məsəl üçün sosial media marketinq paketi, videonun qiyməti, çəkiliş niyə bu qədər bahadır sualı gələn kimi? Çünki bu sizin həll etmək istədiyiniz bütün problemləri həll edir. Çünki bu sizin bütün problemlərinizi həll edir. Çünki bu sizdə bir daha problem yaratmayacaq. Mən qarşı tərəfin beynində düşünürəm ki, məsələn, müraciət eləmisiniz, sizdə marketinqlə bağlı problem var. Siz mənə niyə bahadır deyəndə mən sizə, çünki problemlərinizi həll edir, cavabı verəndə daha effektiv rol oynayır. Siz beyninizdə hər hansı bir problem tutmusunuz və niyə bahadır sualını ona əsasən verirsiniz. Mən o problemin nə olduğunu bilmirəm. Amma sizin probleminizin olduğunu bilirəm. Ona uyğun cümləni deyəndə sizə daha yaxşı təsir göstərmiş olur. Burada sizi aldadırammı, yoxsa təsir eləyirəmmi məsələsindəki incə xətt nədir? Əgər mənim satdığım xidmət və ya məhsul keyfiyyətsizdirsə, insanı yola verəcəksə, insandan sui-istifadədirsə, mən burada sizi aldadıram. Yox, çox keyfiyyətlidirsə, mən artıq sizə müsbət mənada təsir göstərmiş oluram. Və mənim işimin brend sayılması, mənim işimin özüdür, yoxsa qiymətidir, qiymətin baha olmasıdır. Burada artıq müxtəlif faktorlar var. 1. Sizin biliyiniz. 2. Sizin özünüzün vizyonu. Siz kimsiniz, nə iş görmüsünüz. 2-ci detal. 3. Sizin təqdimatınız. 4. Və sizin kənardan xarici görünüşünüz. Vizual yəni. Bax, bu detallar hamısı kompleks şəkildə birləşir. Qərar verməyə təsir göstərir. Məsələn, siz məni kənardan necə təsəvvür edirsiniz? Sizi şəxsən kənardan... Məsələn, sizcə mən çox söyüş-söyən, dava-dalaş eləyən, ona buna sataşan biriyəm? Yox. Çünki insanın kompleksi yaratdığı fiqur onun həyatına təsir göstərir. Kənardan görünüşünə. Bax, bu branding məsələsi də, ödəniş məsələsi də və digər şeylər də, bu yaradılan forma insanların beynində qərar verməyə təsir göstərmiş olur. Düşünür ki, bu adam belədir və buna uyğun ondan danışmağa başlayır. Və işin maraqlı tərəfi odur ki, marketinq strategiyasını düzgün quranda zamanla bizə oxşar istədiyimiz insanlarla qarşılaşmış oluruq. Mənim bu sahədə çalışan bir dostum var. Amerikada yaşayır. Uzun illərdir, bu təxmini bir 10 ilə yaxındır. O deyir ki, Amerikada məsələn siz Amerika vətəndaşısınız, mənə iş yoxlamaq üçün iş verir. Mən vaxtında dəqiq işi keyfiyyətli verirəmsə, o davamlı olaraq mənim işimi görür. Və o heç vaxt mənə baxmır. Mən Range Rover'da gəldim, Apple Watch istifadə edirəm, bahalı telefon və ya geyim. O da ona baxmır da. Yəni brend görünüş bizdə odur. Bahalı görsənmək. Məncə əslində baxır hamı. Bütün dünyada baxırlar. Brend niyə yaranıb dünyada? Elə Amerikanın özündə. Baxılması üçün də. Onu belə çox təsadüfi görüb də, o müştəri onun üçün təsadüfi bir insan. Azərbaycanda çox rast gəldiyim fikirdir bu ki, heç kim dünyada baxmırlar. Ta ki, Avropada filan şeyə baxmırlar, amma burada baxırlar. O zaman bu brendlər niyə var? Niyə bunun adı brenddir? Bu da bir inanc məsələsidir. Bilirsiniz, məsələ necədir? Mən deyirəm ki, Azərbaycan xalqı belədir. Mən deyirəm ki, cəmiyyətimizdə bu proses baş verir. Cəmiyyət mənim müşahidə elədiyim insanlar qrupudur. Amma Azərbaycan xalqı ümumi şəkildədir. Azərbaycan xalqı deyə bilmək üçün mən illərlə araşdırma aparmalıyam. Amma cəmiyyət deyəndə mən qısa kateqoriyanı götürə bilərəm. Məsəl üçün, cəmiyyət mənim analiz elədiyim 1000 nəfər belə idi.
Amma buradan ümumi xalq belədir düşüncəsini ortaya çıxarıb fikir bildirmək yanlışdır. Bu bilirsiniz nəyə oxşuyur? Avropada gedib görsən ki, İsveçrədə 10 nəfər belə davrandı məndən. Çünki ki, Azərbaycanlılardan qat-baqat yaxşıdılar. Və yaxud orada buna baxmırlar, buna qiymət vermirlər. Hər kəs qiymət verir. Əgər dünyada insanlar belə şeylərə qiymət verməsəydilər, dünyada hər şey sadə olardı. Və Azərbaycanlıların sevdiyi sadəlik, gözəllikdir, fikri real olardı. Kapitalizmdə, marketinqdə, idarə etmədə heç vaxt sadəlik qalib gəlmir. Həmişə bahalı, dəbdəbəli, brend və s. insanların diqqətini cəlb eləyir. Yəni sadəlik, gözəllikdir. Oturub söhbət eləyəcəyimiz, dərdləşəcəyimiz situasiyalarda baş verir. Çünki sadəlik, gözəllik olsaydı, əgər kreditlə Apple alınmazdı, iPhone alınmazdı kreditlə. Ümumiyyətlə insanlar iPhone istifadə eləməzdilər. Ümumiyyətlə iPhone-a bahalı həyat yaşayırsan deməzdilər. Daha çox ucuz telefon işlədənlər deyərlər nə sadədən halaldır. Başucalığı gətirir, bu 500 manatlıq telefon işlədir. Ziddiyyətdir də. Bu bilirsiniz nəyə oxşuyur? Bir növ həyat qadınıdır. Hamı bilir bunu. 500 min izləyicisi var. Video paylaşır. Aşağıdan rəy yazırlar ki, Allah şəhidlərimizə rəhmət eləsin. Ən dəyərli hesab olunan şeylə ən dəyərsizi bir-birinə assosiasiya eləyir və özünü təsdiq eləməyə çalışır. Adama deyirlər sən orada niyə varsan? Və burada mənim müəllimimin bir dediyi söz çıxır ortaya. Deyir, bir anlayışın üzərindən mənəviyyatı qaldıranda ortada marketinqdən başqa heç nə qalmır. Həqiqətən elədir. TikTok alqoritmə baxır da, orada fikirləşmir ki, bu oğlan qeyrətlidir yoxsa qeyrətsizdir. Sən rəy yazdıqca alqoritm böyüyür və həmin adam ön plana çıxmış olur. Bax, hamısı incə detallardır, ziddiyyətlərdir və kütləvi olaraq insanlar kütlə halına gələndə bu şeylərə diqqət eləmirlər. Siz bu Zid kitabında düşünmək kimi söz ifadə eləmisiniz. Burada həm də 4 belə deyək, zəhmət olmasa mən sualı belə deyim də sizə quraşdırım. Düşünmək deyəndə siz nəyi nəzərdə tutmusunuz? O düşüncə, duyğu, davranış, danışıq, o 4D məsələsi. Düşündüyüm şeyləri həqiqətənmi mən düşünüb ortaya çıxarıram, yoxsa bu mənə yüklənən mənalardır? Yəni həqiqətənmi mən belə düşünürəm? O qədər çətin bir şeydir ki bu. Burada o özünü təkzib məsələsi var. Bir fikir irəli sürürsən və o fikrin əksinə çıxırsan ki, mən səhvəm burada. Oturub fikirləşirsən onun haqqında. Baxın, düşünməklə bağlı belə bir inanc var. Çox düşünmək də bir şey deyil. Yəni deyirlər ki, məsələn, çox düşünməkdən başında tük qalmayıb. Mən də sizə çatıram, az qaldı. Ağıllı olsaydı başında tük olardı və s. Bu məsələ nədir? Düşündüyümüz şeyləri həqiqətənmi bizimdir, yoxsa yox məsələsi. Çox düşünmək anlayışı da nisbidir. Belə bir şey yoxdur. Ya düşünmürsən, ya düşünə bilmirsən. İnsan düşünə bilmədiyinə görə mən çox düşünürəm fikirləşir. Düşünmək burada məsələ nədir də? A nöqtəsindən B nöqtəsinə gedirəm. Burada baş verən prosesləri bir-bir incələyirəm. Mən buradan sizin yanınıza çata bilmirəm. 1. Niyə çata bilmirəm? Problem nədir? 2. Həll yolu nədir? 3. Bu həll yolunu necə ifadə eləyirəm? Misal üçün. Mən ifadə eləyə bilərəm ki, buradan ora yol nə bilim, xoşuma gəlmir. Bir də deyirəm ki, buradan ora gedilən yol qısa görsənir. Amma 4 dənə məsələ var ki, mənim beynimdə var. Birincisi budur, ikincisi, üçüncüsü, dördüncüsü. Mən burada elə bir növ beynimin içərisində qısa-qısa nəticələrə gəlib çatıram və ora gedib çatıram. Amma birbaşa deyəndə mən ortada heç nə qalmır da. Mən bilmirəm axı məsələ nədir. Ümumi olur hər şey. Bir fikir var bizdə. Bilik önəmli deyil, əsas bacarıqdır, fərasətdir. Hamısı ayrı-ayrı sözlərdir də, hamısının ayrı-ayrı mənaları var. Tutaq ki, bir insan çox biliklidir, amma pulu yoxdur. Bir insanın heç bir biliyi yoxdur, milyonlarla pulu var və bu insanların videosunu çıxaranda sosial mediaya insanların böyük əksəriyyəti yazır ki, əsas bilik deyil, fərasətdir. Yəni ortaya belə bir şey çıxır ki, əsas bilik deyil, fərasətdirsə və ümumi olaraq da biz bilikli cəmiyyət deyilik, onda niyə fərasətimizlə nəsə eləməmişik? Fərasətlə nəsə bir şey eləyə bilərdik də. Burada da ortaya nələr çıxır? İnsan bir şey eləyə bilməyəndə ona çoxlu bəhanələr tapır. Bir şeyi həll eləyə biləndə isə qısa-qısa konkret cavablar və o cavablarla irəli getmiş olur. İstənilən halda məsələlərin həlli yenə də bilikdə dayanır ki, biliklə biz nələrisə həll eləmiş oluruq. Bu kitabda da siz toxunmusunuz. Mif, din, fəlsəfə və elm. Elm hər bir halda vacibdir. Yəni ola bilər bir insanın 11 illik və ya ali təhsili yoxdur, 9-cu sinifi qurtarıb, amma çox güclü elektrikdir.
Elektrik təhsil olmasına baxmayaraq, tam təhsil olmasına baxmayaraq, elektrik olmanın da özü bir elmdir. Ona elmlə yanaşmaq lazımdır. Məsələn, inanc deyəndə inanc müxtəlif cür fikirləşilə bilər. Mən məsələn inancım belə deyil. Mən bir növ sizin böldüyünüz 4-dən elmlə dini eyni tuturam. Çünki mən fəlsəfə çox gedən adam deyiləm. Mənim üçün fəlsəfə bölümü maraqlı deyil. Bəlkə də fəlsəfə ilə maraqlanan insanlar deyir ki, sənin düşüncəndə qırıqlıq var. Xeyr. Yəni mən fəlsəfəyə yönəlmiş insan deyiləmsə, mənim düşüncəmdə qırıqlıq yoxdur. Mən məsələn dini mənə nə deyir? Oxu və ya deyir iş əhlinə ver, bilmədiyini bilənlərdən soruş kimi bir şeydir və elmə ən çox toxunur. Ayələr, surələr toxunur. Mən də həmçinin həyatımı qurmuşam dinin inanc üzərində. Heç kimi aldatma, ədalətli ol, yalan danışma, valideynlərinə yaxşı. Əslində orada kitabda bəli. Kitabda elədiyim o 4 məsələdə nədir? Orada elmlə məşğuluq, fəlsəfəni öyrənirik, dini öyrənirik mənasında deyil o. Mif, din, fəlsəfə və elm, yəni 4 kateqoriya var insanın ətrafında. Bunu 4 bucaqlı kimi düşünsək, hər tərəfindən məlumatlı olmalısan. Elm akademik məlumatlar toplusunu öyrənirsən. Söhbət burada kimyadan bütün elementləri əzbərlə, riyaziyyatdan trigonometriyanı sök yığ mənasında deyil. Yanaşma, bu mexanizmin necə baş verdiyini bilmək. 1. Din inanc sistemidir. Yəni mən niyə inanıram? İnanc prosesləri necə baş verir? Dünyada ümumiyyətlə inanmaq necə olur? Bundan gedir söhbət. Burada da kör-körənə şəkildə inancdan getmir. Hər hansı bir ideologiyaya fokuslanıb, radikallaşıb, fərqli bir mövqelərə getməkdən söhbət getmir. İnandığın şeyin səni yüksəltməsi. Bəli. Mən tələbə vaxtı inancsız insan idim. Qəti şəkildə rasional adam idim, amma indi çox inanclıyam və bu inanc məni həyatda saxlayır. Gördüyüm iş, məsələn, mən yaxşı bir iş görürəm, məsələn, çox xərcim çıxır, çox xərcim, bu gedir deyək ki, mənim anamın müalicəsinə, mən bundan zövq alıram və ya mənim əməkdaşımın hər hansı bir problemi var, mən bunu xərc çəkib həll eləyirəm, bu mənə zövq verir. Mən inanıram ki, yaxşı şey üçün xərclənən pul sənə geri dönəcək. Amma mən bunu bilmirəm, inanaraq eləyəm. Çünki bunu bilmək mümkün deyil axı. Bir dəfə sənə pul gəlir, deyirsən, gördün o yaxşılığa görə mənə gəldi. İnanc elə bir şeydir ki, elastikdir də səni istənilən yönə çəkə bilər. Üçüncü gəlir mif. Burada inancla mifin arasında da bir oynamalar var. Tutaq ki, sən inanırsan ki, sənin ata-anan yaxşı insandır. Dünyada hamı ata-anasının yaxşı insan olduğuna inana bilər. Amma bu ifritə və əclaflar hardan formalaşır? Özümüzünkü olduğumuz şeyə qəribə bir mif yüklüyürük ki, bu mənimdirsə, deməli yaxşıdır. Deməli bu yaxşıdır da. Və avtomatik olaraq sən ona inanmağa başlayırsan. Amma bu mütləq deyil də, nisbi anlayışdır. Bayaqki dediyim o qadın, qız, ana məsələsi, ata məsələsi də eyni. Mif buradan qaynaqlanır və 4-cü məsələ fəlsəfə. Fəlsəfə dediyim şey, görəsən həyat var, həyat varsa filan şey necədir? Belə-belə fəlsəfədən söhbət getmir əslində. İşin fəlsəfi yanaşması, işə düşüncə ilə yanaşma. Tutaq ki, elm deyir ki, A nöqtəsindən B nöqtəsinə gedirsən, buradan bura getdin, bunun açıqlaması budur. Fəlsəfə isə bunu düşünərək getmə prosesini ifadə edir. Siz fərqli bir yolla gedirsiniz, mən fərqli bir yolla. Fəlsəfə burada bizim o düşüncəmizə yaxşı formada təsir göstərə bilir. Ortada bir problem var. Bu problemi hansı formada həll edəcəyik? Fəlsəfi yanaşmalar, gedişlər. Bu 4 mexanizmi birləşdirəndə mən düşünürəm ki, insan kompleks şəkildə özünü təkmilləşdirə bilir. Mənə elə gəlir, düz mən bu kitabı belə deyək, sizin yazdığınız Zid adlı kitabınızı belə deyək, tam şəkildə oxuyub qurtarmamış fikrinizi öyrəndim. Bu kitabı oxuyanlar da yəqin ki, sizin fikrinizi, nə demək istədiyinizi buradan tam anlaya bilərlər. Bizim də vaxt dağlığımıza görə Orxan bəy podkastımızı belə deyək, yekunlaşdırırıq, amma bu bizimlə, sizinlə ilk görüşümüzdür, amma ikinci görüşümüz olacaq yaxın zamanlarda. Çox sağ olun, dəvətimi qəbul etdiyiniz üçün. Siz də sağ olun. Minnətdaram. Dəyərli fikirləriniz üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Son olaraq da bir fikir bildirim. O kitabı yazmaqdan da əlavə insanla bağlı belə bir detal mənim beynimdə yarandı. 1. Qınamaq. 2. Günahkar çıxarmaq. 3. İnsana aid olmayan, araşdırılmayan bir şeyi ona yükləmək. Və 4-cü məsələ qarşıdakını alçaltmaq. 4 dənə detal insan beyninin ən zəhərli, insan şəxsiyyətini alçaldan əsas detallardan biridir.
İnsan həqiqətən araşdıranda, özünə vaxt ayıranda və digər şeylər eləyəndə bu dediyim 4 məsələni başqası üzərinə etməyə vaxtı qalmır. Kitab bu baxımdan da insana kömək eləyir ki, insan onu oxuduqca o prosesləri başa düşür və bilir ki, insanın öz həyatı başqalarının şəxsi həyatlarından daha maraqlı ola bilər və onu daha da maraqlı eləməsi üçün beynini işlədir və nələrsə eləyir və nələrsə həyata keçirə bilir. Belə. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Görüşərik. Mən təşəkkür edirəm. Allah sizdən razı olsun. Çox sağ olun. Görüşərik.